galip gelsin. Biz Mingəçevirdəyik. Gördüğünüz bu komanda gələn mövsümdə Premier Ligada oynamaq istəyir. Düzdür, indi 1-ci liqada biraz çətinliklər var, amma ümid eləyək ki, gələn mövsümdə komanda güclənəcək və biz onu başqa digər güclü klublarla görəcəyik. Həmkarım yerli jurnalist Səboy Musa ilə danışır bu haqda. Səboy, nə deyirsən? Necə deyirsən? Oynaya bilərmi Premier Ligada komandamız? Mingəçevir Premier Liqa təcrübəsi var, niyə də yox. Həqiqətən oynaya bilər. 2 dəfə Azərbaycan Kubokunun finalının iştirakçısı olubdur və kifayət qədər də uğurlu çıxış etdiyi vaxtlar olubdur. Hətta mən xatırladım ki, Qurban Qurbanovlar, Tağzadə, hazırda Qarabağ Məşqçilər Korpusunda Samir Ələkbərov vaxtilə karyeralarını gəlib Mingəçevirdən keçiriblər. Anatoli Banşevski vaxtilə məşqçi işləyibdir. Yəni deyirsən ki, belə deyək də, bu futbolçular arasında elələri var ki, bəlkə də bir 10 ildən sonra, 5 ildən sonra Azərbaycan futbolunun ulduzlarından sayıla bilər. Niyə də olmasın? Hətta mən deyim ki, bəzi rəqib komandalarda belə Mingəçevirli futbolçular çıxış edir. Yəni zəif olsalar orada çıxış etməzlər. Yəni rəqiblərində hətta, yəni Mingəçevirli futbolçular çıxış edir. Qəbələ Akademiyasının üzvlərinin bəziləri məsələn Mingəçevirli futbolçulardan təşkil olunmuşdur vaxtilə. Belə deyək, bu gün üçün Mingəçevirə nə çatışmır ki, biz onu top klublar arasında görək? Mingəçevirə əvvəllər maliyyə çatışmırdı. Keçən ilin yanvarında o məsələ həll olundu. Maliyyə məsələsi düzəldi. Düzdür, sonradan müəyyən duruxma oldu. Amma buna baxmayaraq, yəni turnir cədvəlinə baxanda görürük ki, Mingəçevir Premier Ligaya çıxmaq üçün oynayır. Deməli, yəni maliyyə durumu digər komandalara nisbətdə o qədər də pis deyil. Düzdür, güclü rəqibləri var. Şəfa, Bakı Sporting, Sabahı kimi rəqiblər var. Şərait üçündə stadion da icarəyə götürülüb Gənclər və İdman Nazirliyindən. Yəni şəraiti var və stadion təmir olunduqdan sonra lisenziya almaq da mümkündür. İnşallah, necə deyərlər, kim istəməz ki, Azərbaycan futbolunda daha bir güclü region komandası olmasın. Komandaya uğurlar. Uğurlar.